Prezident İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Orataq kəndində görülmüş işlərlə tanış olub. Dövlətimizin başçısına kənddə həyata keçirilmiş sosial layihələr barədə məlumat verildi. Bildirildi ki, bu kənd Ağdərə rayonunun eyni adlı inzibati ərazi dairəsində dağ ətəyi ərazidə yerləşir. İşğaldan əvvəl kəndin əhalisi əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və tütünçülüklə məşğul olub. Burada məktəb, klub, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Aşağı Orataq kəndi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad olunub. Kənddə ümumilikdə 308 fərdi ev var. Onlardan 148-i yararsız, 160-ı isə qismən yararlıdır. Hazırda 100 ev görülmüş bərpa işlərindən sonra istismara hazırdır. İl ərzində daha 60 ev əsaslı təmir və bərpa olunacaq. Kəndə ilkin olaraq 31 ailə qayıdıb. Burada sosial infrastrukturla bağlı bir sıra işlər görülüb. Belə ki, 2 ədəd transformator və qaz xətti bərpa olunub, yeni elektrik, qaz və rabitə xətləri çəkilib, su nasosu istifadəyə verilib, ümumi həcmi 560 kubmetr olan su anbarları təmizlənib, subartezian quyusu təmir edilib. Uzunluğu 7 kilometrə yaxın kənddaxilə yollar bərpa olunub. Sakinlərin istirahəti üçün park salınıb, futbol meydançası yaradılıb. Sonra dövlətimizin başçısı kəndə köçmüş Anar Rüstəmovun ailəsinə baş çəkdi, yeni evdə yaradılmış şəraitlə tanış oldu. Hoş geldiniz. Hoş gördük. Anar Rüstəmov. Şəraitiniz nədir? Çox gözəl, hər şey gözəl. Salam. Salam. Üç gündür orada. Bəli. Hardan gəlmişsiniz? Harda yaşıyorsunuz? Biz Bərdədə yaşayırdıq. Bərdədə. Tabii bütün bu işğal dövrünü Bərdədə yaşamışsınız. Bəli, bəli. 92-ci ildə biz Bərdədə yaşayırdıq. O vaxt neçə yaşın vardı? 13. Valideynlər sağdır. Rəhmətə gedib. Allah rəhmət eləsin. Allah öləndən rəhmət eləsin. Güney Pəyər kəndində yaşayırdılar. Bunlar Bu illəri xatırlayırsınız da. Bəli, bəli. Neçənci ildə sizi buradan çıxardılar? 92-ci ildə. İndi doğma vətənə qayıtmışsınız. Şükür. Ailələ, uşaqlarınla. Allah sizə rəhməsin. Allah canınızı sağ Xoşbəxt eləsin. yaşayın burada. İnşallah. Çok sağ olun. Teşekkür ederim. Bərdədə Yaxşı idi. Qəsəbədə qaşqınlara dövlət tərəfindən təmin olunmuşdu. Köçkün qəsəbəsində. Bəli, bəli. Orada şərait yaxşı idi. Yaxşı idi. Buradakı kimi Köydə indi Çok sağ olun. 33 ildən sonra öz torpağımıza gəlmişik. Allah şəhidlərimizə rəhmət eləsin. Allah rəhmət eləsin. Sağ olun. Sağ olun. Burada nədir? Qarajdır. qarajdır. Onu hamı istəyir burada. Gənc yaxşı kəsdir. Təbiəti də, şəraiti, su da var burada. Yəqin ki, bulaqlar çox. Yeni su xətti yenə də çəkilir. Qazlaşma necə? Hamısı var. Hər şey var. Hər şey gözəl. İşıq, qaz, Bəli, hamısı yeni çəkilir. istilik. Bu da sizin həyat yanı sahəsi. Bərdədə nə ilə məşğul idiniz? Müəllim işləyirdim. Müəllim. Orta məktəb. Burada da yəqin ki, müəllim. İnşallah. Məktəb var, İnşallah. Məktəb var. Məktəb var, cənab. Artıq mən dünən müəllimlə Əmrullayevlə danışdım. Qısa müddətdə burada məktəb açılacaq, bərpa olunacaq. Özdə bunların kəndində təqribən çəkilir. 17 dənə müəllim elə bura köçür. Həmin məktəbdə.